Düyməcik nağılı. Bir vaxtlar çox uşaq istəyən bir qadın varmış. Bir cadugər ona sehirli bir toxum verir. Qadın toxumu əkir və gözəl bir çiçək açır. Çiçəyin ləçəkləri aralandıqda içindən barmaq boyda çox zərif və gözəl bir qız çıxır. Adını Düyməcik qoyurlar. Macəraların başlanğıcı. Bir gecə çirkin bir qurbağa pəncərədən içəri girib Düyməciyi qaçırır. O, Düyməciyi öz oğlu ilə evləndirmək istəyir. Çaydakı balıqlar Düyməciyə rəhm edib çiçəyin saplağını kəsirlər və o suyun axarı ilə uzaqlara gedir. Daha sonra bir may böcəyi onu qaçırır. Lakin digər böcəklər Düyməciyi bəyənmədiyi üçün böcək onu meşədə tək qoyur. Çünki onun cəmi 2 ayağı var idi. Düyməcik bütün yayı və payızı tək keçirir. Qış gələndə soyuqdan donarkən bir tarla siçanının evinə sığınır. Siçan ona baxır, lakin onun qonşusu olan varlı, amma kör köstəbəklə evləndirmək istəyir. Düyməcik gün işığı görməyən bu yeraltı dünyada yaşamaq istəmir. Düyməcik köstəbəyin tunelində yaralı bir qaranquş tapır. Ona bütün qış boyu qulluq edir və sağaldır. Bahar gələndə qaranquş sağalır və uçub gedir. Düyməciyin köstəbəklə toyu olacağı gün qaranquş geri dönür. Düyməcik qaranquşun belinə minərək isti ölkələrə uçur. Qaranquş onu gözəl çiçəklərin olduğu bir diyara aparır. Orada Düyməcik özü kimi balaca olan çiçəklərin şahzadəsi ilə tanış olur. Şahzadə ona evlilik təklif edir və Düyməciyə gözəl qanadlar hədiyyə edir. Düyməcik nəhayət öz xoşbəxtliyini tapır. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.